Salam şagirdlər. Bugünkü dərsimizin izahı olacaq 1-ci Rus-Qacar müharibəsi. Bu müharibə 1804-1813-cü illər əhatə edir. Rusların məğlub olduğu döyüşlər hansılardır? 1804 Üçmərcin döyüşü, 1804 Qəmərli döyüşü, 1805 Şahbulaq döyüşü, 1809 Qarababa döyüşü, 1812 Sultanbud döyüşü. Bu döyüşlərin hər birisində Ruslar məğlub olurlar. Rusların qalib gəldiyi döyüşlər 3 döyüşün adını yazmışıq. 1805 Zəyəm döyüşü, 1812 Aslandüz döyüşü və 1813-cü yanvar ayının 1-də Lənkəranın tutulması ilə nəticələnən Lənkəran döyüşü. Bu döyüşlərdə Ruslar qalib gəldilər. Müharibənin başlaması 1804-cü ilin yanvarında Gəncə xanlığının tutulması ilə Azərbaycan xanlıqları arasında Qacarların nüfuzu tam aşağı düşdü. Həm bu nüfuzunu qaldırmaq, həm də Rusları Cənubi Qafqazdan çıxarmaq üçün 1804-cü il iyulunda Qacarların hücumu ilə müharibə başladı. Qacar ordusuna Abbas Mirzə, Rus ordusuna isə Sisyanov, sonra Qudoviç, sonra isə Tormosov başçılıq edirdi. Rusların 1804-cü ildə hücum hədəfi İrəvan xanlığı oldu. Lakin İrəvan xanlığı ərazisində baş vermiş Üçmərcin və Qəmərli döyüşlərində Ruslar məğlub oldular. İrəvan xanlığına Məhəmməd Hüseyn xan Qacar rəhbərlik edirdi. Yəni o İrəvan xanı idi. İrəvanda uğursuzluğa düçar olduqdan sonra Ruslar diqqətini Qarabağ xanlığına yönəltdilər. Bu zaman Sisyanovun tabe olmaqla bağlı tələbini müzakirə etmək üçün deməli Qarabağ xanı İbrahim Xəlil xan bəylərdən ibarət olan bir şura çağırır. Şurada bəylər Rusiyaya tabe olmaq təklifini qəbul etmirlər. Lakin xan onlara qarşı gələrək bu təklifi qəbul edir. Və beləliklə də 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Qarabağ, ondan bir həftə sonra isə 1805-ci il may ayının 21-də Şəki xanlığı Rusiyaya tabe olur. Qarabağla Rusiya arasında bağlanmış Kürəkçay müqaviləsinin şərtlərinə görə xanlıq Rusiyaya tabe olmalı. Eyni zamanda hər dəfə xan nəslindən kimsə hakimiyyətə gələrsə, Çar tərəfindən təsdiq edilməli idi. Qarabağ xanlığı ərazisində Rus qoşunu yerləşdirməli, hər il 8000 çervon məbləğində xərac verməli idi. Daxili siyasətdə müstəqilliyini saxlayaraq, xarici siyasətdə buradakı Rus komandanlığının nümayəndəsi ilə razılaşmalı idi. Qarabağ və Şəki xanlıqlarının işğalından sonra, Kürəkçay müqaviləsi ilə ilhaqından sonra Rus qoşunları Şamaxıya yaxınlaşır və bu zaman Qarabağ xanı İbrahim Xəlil xan Cavad ərazisini ələ keçirmək üçün, Şəki xanı Səlim xan isə Şamaxı xanlığı ilə arasında ədavət olduğuna görə öz dəstələri ilə Sisyanovun ordusuna yardım edirdilər. Və 1805-ci ilin dekabrında Ruslarla bacara bilməyəcəyini görən Şamaxı xanı onunla Rusiya ilə 1805-ci ildə müqavilə imzalayır. Yəni, düzdür, bu müqavilənin adı yoxdur, sadəcə olaraq Şamaxı ilə Rusiya arasında bağlanmış bir müqavilə kimi biz bunu yadda saxlamalıyıq. Şamaxı xanı Mustafa xanla imzalamışdır bu müqavilə. Bundan sonra Sisyanov Bakı xanlığına yaxınlaşır və 1806-cı ildə Sisyanov Bakıda öldürülür. Lakin buna baxmayaraq Rus işğalının qarşısını almaq mümkün olmur. 1806-cı ildə Dərbənd, Bakı və Quba xanlıqları işğal olunur. 1806-cı ildə baş vermiş digər mühüm hadisə İbrahim Xəlil xanın öldürülməsidir. Ruslar onunla İbrahim Xəlil xanı Qacarlarla əlaqədə günahlandıraraq öldürürlər. Onun ölümü ilə Şəkidə, sonra isə onun ölümü ilə əlaqəsiz də olsa, eyni ildə baş verib, Car Balakəndə üsyan oldu. 1806-cı ildə baş verib bu üsyanlar. Səlim xan Şəki yaxınlığında baş vermiş döyüşdə məğlub olaraq Qacarlara qaçır, Qacarlar sarayına sığınır. Şəkini idarə etmək üçün isə müvəqqəti idarə yaradılır. Eyni zamanda 1806-cı ildə Rus-Osmanlı müharibəsi baş verir. 1806-12-ci illərdə baş vermiş bu müharibənin gedişində 1807-ci ildə Gümrü döyüşündə Osmanlılar məğlub olurlar və 1812-ci ildə Buxarest sülhü imzalanır. Əyalət Şurası 1806-1810-cu illərdə Qubada fəaliyyət göstərib, Keçid Şurası idi. Şəkidə müvəqqəti idarə olduğu kimi Qubada da keçid dövrü idarəçiliyi olan Əyalət Şurası fəaliyyət göstərmişdir. 1810-cu ildə Şeyx Əli xanın başçılığı ilə Qubada üsyan baş verir. Quba hakimi Şeyx Əli xan Rus qoşununu 1810-cu ildə
Gilgil çayı yaxınlığında məğlub edir, lakin sonraki döyüşlərdə məğlub olur və üsyan yatırılır. 1813-cü ildə Gülüstan müqaviləsi imzalanır. Gülüstan müqaviləsi 1813-cü il oktyabrın 12-sində Qarabağın Gülüstan kəndində imzalanmışdır. Gülüstan müqaviləsinə görə Qacarlar Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Dərbənd və Lənkəranı, yəni İrəvan və Naxçıvan çıxılmaqla şimal torpaqlarının, Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalını tanındı. İrəvan və Naxçıvan xanlıqları isə Qacarların, yəni Fətəli Şahın hakimiyyəti altında qaldı. Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlaya bilərdi. Eyni zamanda hər iki dövlət öz ərazilərində, yəni qarşı tərəfin ərazisində diplomatik korpuslar yaratmalıdırlar. Gülüstan müqaviləsinə separat akt əlavə edilmişdir. Separat akt nədir? Sülh müqaviləsinin nəticələrinə, xüsusən də sərhədlərin dəyişdirilməsinə yenidən baxılması hüququ verən sənəddir. Mən burada xəritədə xanlıqların işğalının tarixlərini qoymuşam şagirdlər. Bunu da çalışıb yadda saxlayarsınız.